Salam, hər vaxtınız xeyir olsun. Mən bugün sizə elektromaqnit induksiya hadisəsinin mövzu sınağını izah edəcəm. İlk sualımızdan başlayarıq. Konturdakı cərəyan şiddətinin zamana görə dəyişməsi nəticəsində bu konturda elektrik hərəkət qüvvəsinin yaranması hadisəsi necə adlanmış olacaqdır? Bu bilirik ki, öz-özünə induksiya hadisəsidir. Çünki elektrik hərəkət qüvvəsi bərabərdir. Delta fi bölünsün T'dir. Oradan da fi'nin də yerinə L delta I bölünsün T qoyacaq. Həm də zamana görə buradakı dəyişmə sürətdə bu ifadəni bizə vermiş olacaqdır ki, bu da öz-özünə induksiya hadisəsi olur. Digər sualımız ikinci sualda isə verilmiş verilmiş konturda cərəyan şiddətinin dəyişmə sürətini 2 dəfə azaldanda bu konturda yaranan öz-özünə induksiya hadisəsi YH2 necə dəyişmiş olacaqdır? Demək, cərəyan şiddətimizin dəyişmə sürətini deyir 2 dəfə azald. Cərəyan şiddətinin dəyişməsi delta i'dir. Ancaq dəyişmə sürəti deyəndə bu i bölünsün t deməkdir. Yəni onu 2 dəfə azaldıblar. 2 dəfə azaltmaq məxrəcdə 2-də 1 yaza bilərik. Bu belə. İndi induksiya YH2 elektrik hərəkət qüvvəmiz isə bilirik ki, L delta I bölünsün T'dən ibarətdir. Buradan da görürük ki, baxın, elektrik hərəkət qüvvəmiz həmin buradakı cərəyan şiddətinin dəyişmə sürətlə düz asılıdır. Demək ki, bu 2-də 1 dəfə azaldısa, o zaman induksiya YH2-miz o da 2-də 1 dəfə azalmış olacaq. Çünki düz asılıdır. 2 olacaqdır D variantı. Üçüncü sualda verilmiş sarğaçdan keçən maqnit selini 3 dəfə azaldığında induktivlik necə dəyişmiş olacaqdır? Fərqi yoxdur. Induktivlik yalnız maqnit nüfuzluğu bərabərdir. L bərabərdir müyü L0-dan ibarətdir. Yalnız bu induktivlik yalnız bu fiziki əməklərdən bir də həmçinin bu fiziki əməklərdən asılı olacaqdır. Müyü 0 n kvadratı S bölünsün L-dən ibarət. Yalnız induktivlik, yəni bu fiziki əməklərdən asılı olacaqdır. Ona görə də dəyişməz. Demək, üçüncü sualımız olacaqdır A variantı. Dördüncü sualımızda alüminiumdan hazırlanmış sapdan asılmış yüngül qapalı halqadan maqniti uzaqlaşdıranda halqa necə dəyişmiş olacaqdır? Ümumiyyətlə, maqnit əgər halqaya yaxınlaşırsa, o zaman bu halqa ondan qaçmağa çalışacaqdır. Amma maqnit halqadan uzaqlaşırsa, o zaman, yəni çıxardıqdan maqniti halqanın içindən, o zaman həmin bu halqa maqnitə doğru qaçmağa çalışacaq. Yəni onu cəzb olunmağa çalışır. Maqnitə doğru cəzb olunacaq. Demək ki, dördüncü sual B variantı olacaq. Amma maqnit halqaya daxil olsaydı, o zaman o bundan itələmiş olacaq. Yəni bax, bu cür şəkildə qaçıb getmiş olacaqdır. Onda yəni itələmiş olardı. Amma bizə verilən şərtə görə oldu sualımızın cavabı B variantı. Beşinci sualımıza baxaq. Bir hissəsi, bir cins maqnit hissəsində hərəkət etdirilən naqildə induksiya cərəyanı yaranır. Naqil hansı istiqamətdə hərəkət etdirilmiş olacaqdır? Bax, bizə naqildən danışılarsa, induksiya cərəyanından danışılarsa, biz buna Saval qaydasına görə baxacaq. Biz demişdik ki, ancaq aləm adları, yəni amperlə Lorentz qüvvəsi sonundan tapılır, qalan digərləri Saval qaydasına görə tapılmış olacaqdır. Demək, bizim bax burada 4 barmağımız cərəyanın istiqamətini bildirir, yəni induksiya cərəyanın istiqamətini bildirəcəkdir. Baş barmağımız da naqilin hərəkət istiqamətini bildirəcəkdir. Naqilin də hərəkət istiqaməti sürətdir. İndi sağ əlimizi götürürük. Bizə verilən induksiya sahəsi nöqtə X olduğu üçün biz bilirik ki, əlimizin üstü şəklə doğru getmiş olacaqdır. 4 barmağımız induksiya cərəyan istiqamətindən, baş barmağımız naqilin hərəkət istiqamətini bildirir, yəni sürəti bildirmiş olacaqdır ki, o zaman burada bu bizim demək ki, 4 barmağımızdır və buradan da naqilin də hərəkət istiqaməti belə yuxarıya doğru getmiş oldu. O zaman bu V-dir, bu isə induksiya cərəyanının istiqaməti bu cür şəkildə. Və biz hal-hazırda əlimizin içini görmüş oluruq. Çünki sahə X olduqda əlimizin üstü şəklə gedir. Biz ovucumuzun içini görmüş olacaq. Onda bizə naqilin hərəkət istiqamətini soruşduğu üçün bu da görürük ki, yuxarıya doğru gedəcəkdir və 5-ci sualda olacaqdır. Y variantı. 6-cı sual. İnduktivliyi 2 Henry olan sarğac YH2-si 38 volt cərəyan mənbəyinə qoşulur. Dövrəni qapayan anda cərəyan şiddətinin dəyişmə sürəti 4 amper saniyə artarsa ümumi YH2-mizi tapmalıyıq. Bax, induktivliyimiz L 2 Henry veribdir. Elektrik hərəkət qüvvəsinin birini 38 volt veribdir və dövrəni qapayanda biz orada ümumi YH2-ni tapacağıq və buradan da bizə I bölünsün, bunu verib də bizə amper böl saniyə, yəni ki, nə deməkdir? I bölünsün, delta T-ni veribdir, yəni cərəyan şiddətinin dəyişmə sürətini veribdir. Bu qədər. Aha.
Bizim ümumi YHG-miz əgərlərim dövrə qapalı olduqda, o zaman böyük elektrik hərəkət qüvvəsindən kiçiyi çıxmış olacaq. Nəyə görə? Bax, bu hissəyə fikir verin. Deyir ki, cərəyan şiddətinin dəyişmə sürəti artırsa, biz həmçinin bilirik ki, maqnit selinin dəyişmə sürəti artarsa, həmçinin cərəyan şiddətinin dəyişmə sürəti artarsa, o zaman elektrik hərəkət qüvvəsi azalmış olacaq. Çünki axı onlar tərs asılır. Çünki o düsturların önündə hamısına mənfisi var da, belə delta fi bölünsün delta t və yaxud da mənfi L delta i bölünsün delta t'dir. Ona görə bunlar əgərlərim artarsa, bax, buradakı elektrik hərəkət qüvvəsi azalmış olacaqdır. İndi buna əsasən də bu hissə cərəyan şiddətinin dəyişmə sürəti artdısa, deməli, ümumi YHG-miz bizim azalmış olacaqdır. Baxaq indi. Bizə verilən elektrik hərəkət qüvvəsinin biri 38 voltdur, amma digərini tapmamız üçün nə etməliyik biz buradan? Deyək, bax, bu yandan gəlində düsturumuzu yazarıq. Demək, bizim elektrik hərəkət qüvvəmiz nədir? Delta fi bölünsün t'dir. Fi'nin də yerinə L, delta i bölünsün t'ni yazırıq. L bizə verilən sarğaçdır. Burada görürük ki, 2-dir. Bunun yerinə 2 yazırım. Və i bölünsün t'ni də bizə 4 veribdir. Bu da oldu 8. Demək ki, biz 38-dən digər elektrik hərəkət qüvvəmiz, yəni ikinci elektrik hərəkət qüvvəmiz oldu 8. 38-dən də 8-i çıxanda, bu da 30 volt olaraq gedəcəkdir B variantına. 7-ci sualımıza baxaq. Bu tərəfə keçiriləcək. Bu sualımızda qapalı konturla hüdudlanmış səthdən keçən maqnit seli zamandan asılıq olaraq artarsa, konturda yaranan induksiya cərəyanı maqnit sahəsindəki induksiya hansı istiqamətdə olmuş olacaqdır? Demək, bizə nəyi verdi artar? Maqnit seli zamandan asılı olaraq artarsa. Aha. Əgər bizdən, bax, deyilə burada şərti də göstərdim. Maqnit selinin zamana görə dəyişmə sürəti artarsa, o zaman elektrik hərəkət qüvvəmiz azalacaqdır. Eynən, bax, bununla cərəyan şiddətimizin dəyişmə sürəti eynən o da artmış olacaqdır. Onda belə olduğu halda B ilə və BI bir-birlərinin induksiya cərəyanı bir-birlərinin əksinə doğru getmiş olacaqdır. İndi bizə burada B induksiya vektorunu verirsə, o zaman induksiya cərəyanı bunun əksinə doğru getmiş olacaqdır. İndi baxaq, bu istiqamətdə hansıdır? Bir əmələ gəlmiş olacaqdır. Yox, əgərlərim belə versəydi, fi bölünsün t kiçik olarsa 0-dan, o zaman elektrik hərəkət qüvvəsi artardı və belə olduğu halda B və BI hər ikisi bir-birlərdə eyni istiqamətə yönəlmiş olacaqdır. O zaman belə olardı. Nə cür şərtdə verərdisə, induksiya cərəyanı da induksiya vektorla eyni istiqamətə yönəlmiş olardı. 8-ci sual. Henry vur amper hansı ifadədə təyin olunur? Henry induktivlikdir, amper də cərəyan şiddətidir. Buradan da bu da verir bizə nəyə? Maqnit selini vermiş olacaqdır, yəni fi. Bunu digər yandan vahidlə yaza bilərik. Biz buradan gəlin vahidlə bunu yazaq. Deməli, bir Henry'nin açılışı volt vurulsun saniyə bölünsün bir amperdən ibarətdir. Bu da amperdir. Buradan amperlər ixtisar olunur. Qalır ki, volt vurulsun saniyə. Volt vurulsun da saniyə maqnit seli olacaqdır. Və yaxud da bunu belə də yaza bilərik. Buradan, bax, volt nə idi? Elektrik hərəkət qüvvəsi, saniyə də zaman idi. Yəni, bu da bizə bir yanında yenə hər tərəfdən də yanarsaq, yenə maqnit selini əmələ gətirmiş olacaq. 9-cu sual. Demək, buradan verir ki, qapalı kontur keçən maqnit selinin, yəni F-nin zamandan asılı qrafiki verilmişdir. Qrafikin A nöqtə və B nöqtələrinə uyğun zamanlarında konturda yaranan induksiya YHG arasında hansı münasibət doğru olmuş olacaqdır? İlk öncə baxıram ki, maqnit seli zamandan, bax, belə bu cür yavaşlayan xətti şəkildə, yavaşlayan qrafik kimi azalaraq getməyə doğru gedir. Və biz də bilirik ki, maqnit selimiz əgərlərin belə zamandan düz xəttə asılıdırsa, elektrik hərəkət qüvvəmiz sabit olacaq, dəyişməyəcək. Yəni, həm A nöqtəsində, həm də B nöqtəsində onlar eyni qiymət olaraq dəyişməyəcək. Yəni, B variantda. Amma istəyirsə, gəlin, bunun bir dənə həll yoluna da baxaq. Bax, elektrik hərəkət qüvvəmizin düsturuna A nöqtəsinə görə baxıram. Bilirik ki, maqnit seli zamana olan nisbətidir. İndi A nöqtəsi üçün biz hamısına baxacağıq da buradan. Aha. Demək, bu buradan gəldi. Bu üzə bunun başlanğıc deltasıdır. Deltada olduqda son maqnit selindən başlanğıc maqnit selini çıxırıq. Bir də zaman dəyişməsinə böləcək bunu. Aha. Deməli, bu buradan əgər çıxdısa maqnit selimiz, deməli, bu bunun başlanğıc maqnit selidir 30. Gəldi A nöqtəsinə, artıq onun son durumudur. Çünki biz A nöqtəsinə görə baxırıq elektrik hərəkət qüvvəsinə. Artıq bunun buradakı son maqnit seli 24-dür. Son olanların ayağına heç nə yazılmır. Başlanğıcların ayağına 0 yazılmış olacaqdır.
Sonun yerinə 24 qoydum. Başlanğıcına yerinə 30 qoydum. Bununla bura qədər gəldiyi zaman aralığı isə 0 ilə 5 saniyə aralığı olan zamanın fərqi 5 olacaqdır. İndi 24-dən 30 çıxdı. Elədi -6, -6-nı 5-ə böldü, elədi -1,2. Bu bizim A nöqtəmiz idi. Bunu çıxartdıq. İndi isə B nöqtəsinə baxıram. Bax, bu da bizim B nöqtəmizdir. B nöqtəsi üçün isə baxsaq, elektrik hərəkət qüvvəsi, yəni fi minus fi 0 B nöqtəsi üçündür bu. Bölünsün bir də TB zamanımıza. Aha. Bunu hardan siz götürə bilərsiniz? Bax, buradan götürdük. Buradan çıxdığı üçün maqnit selimiz 30-dur. Gəlir bura. Artıq bunun buradakı son maqnit seli 18-dən ibarətdir. Bu zamanımız da bizim 10 saniyə olacaqdır. Hardan hara kimi gəldi? Bax, buradan göy xəttə fikir ver. Bax, qırmızı elədim. Bu aralıq, bax, bu saniyə gəlib düşür. 0 ilə 10 saniyə aralığında. Demək ki, zaman dəyişməmiz də bizim olacaqdır 10 saniyə. İndi verilənləri yerinə qoyaq, yazaq. Son maqnit selim 18-dir. Başlanğıc maqnit selimiz 30-dur və zaman dəyişməsi də 10-dur. Yəni 18-dən 30-un çıxdıq, elədi -12. -12-ni 10-a böldük, o da -1,2 elədi. Bu da mənfidir, bu da mənfi. Heç yazmamışdım o mənfisini. Belə. Bax, indi gördüyümüz kimi həm A-da, həm də B-də hər iki elektrik hərəkət qüvvəsi eynidir. İndi bir də B nöqtəsinə bax, bu yanında yanaşa bilərsiniz. Demək, buradan yanaşırıq indi biz buna. Bax, bu hissəmizdən. Bax, buradan. Bunun üçün də belə yazacaq. B nöqtəsini, əgər sən buradan bunu çıxardırsansa, bu tərəfdən gəlirsə, bax, buradan gəlirsə B nöqtəmin, onda bunun bu hissəsi onun başlanğıc maqnit selidir. Bu hissə də onun son maqnit selidir. Qırmızı xəttə fikir ver. Bu gəlib hansı aralığımıza gəldi, düşdü bizim. Bax, bu zaman aralığımıza düşdü. Demək ki, onda bizim buradakı zaman fərqimiz 5 ilə 10-un fərqi olaraq 5 saniyədən ibarət olacaq. Yenə buradan da biz B nöqtəmizə görə baxsaq, onda olacaqdır. Son maqnit selimiz 18, başlanğıc maqnit selimiz 24. Yazıram 18 çıxılsın 24 və zaman aralığımız da 5 olacaqdır. Yenə bu da bizə 24-dən 18 çıxdı 6, -6, -6-nı 5-ə böldü, yenə -1,2 olacaq. Yəni, hansı hissədən, nöqtədən yanaşırsa yanaşın, elektrik hərəkət qüvvələrimiz həmişə gəlib eyni çıxmış olacaqdır. 10-cu sualımız, bir cism maqnit sahəsindən qüvvə xətlərinə perpendikulyar istiqamətdə bərabər sürətlə hərəkət edən naqildə yaranan elektrik hərəkət qüvvəsi naqilin uzunluqdan asılı qrafiki hansıdır? Maqnit induksiyası sabitdir. Sabit olan hərfləri ilk öncə yazıram. B induksiya vektorumuz bizim sabitdir. Daha sonra deyir ki, bu bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə odur ki, demək ki, V burada konstant olacaqdır. İndi isə elektrik hərəkət qüvvəsini yazırıq. Elektrik hərəkət qüvvəmizin düsturu B və L-dir. Çünki elə burada perpendikulyar da verdiyinə görə sinus 90-da 1 olduğu üçün da bunu bu şərtdə yazırıq. Bax, dedi ki, sənə sürət sabitdir. B induksiya vektoru sabitdirsə, o zaman elektrik hərəkət qüvvəsi uzunluqla necə asılıdır? Görürük ki, bax, buradan düz asılıdır. Sabit hərflər yenə qeyd edirəm, düsturda mütləq olmalıdır. Yəni, bu düstur olmazsa, bu hərflər olmazsa, biz demək ki, o düsturu səhv tapmış olardıq. Və belə, elektrik hərəkət qüvvəsi uzunluqla düz asılı olduğu üçün sualımızın cavabı burada D variantına getmiş olacaqdır. 11-ci sualımızda bir cins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən naqilin sürəti hansı ifadə ilə təyin olunmuş olacaqdır? Belə bundan öncə yazdığımız düsturdur. Perpendikulyar da deyirsə, yenə elektrik hərəkət qüvvəsi B və L-dən ibarətdir və sürəti də soruşursa, biz buradan sürəti tapanda sürətin yanında olan hərfləri, yəni B ilə L-i sürətimiz deyirik, demək, sürətin yanındakı olan B ilə L məxrəcə düşəcəkdir. Elektrik hərəkət qüvvəsi də qalxacaq yuxarı. O zaman bizim cavabımız burada B variantına getmiş olacaqdır. Belə olduğu halda indi baxaq biz digər sualımıza. 12-ci sualımızda K açarını açdıqda lampa daha gec sönər. Ümumiyyətlə, lampaların bax, gec sönməsi üçün buna mütləq sarğac lazım olmalıdır. Çünki bax, o sarğac, belə deyəkdən, bax, bu sarğaclardır. Onlar lampanın həm gec yanmasına kömək edir, həm də daha doğrusu səbəb olur. Həm lampa gec yanır, həm də lampa gec sönmüş olacaqdır. Çünki bax, belə götürək də, cərəyan deyir ki, müsbətdən yola çıxır. Hə, cərəyan gəldi, müsbətdən yola çıxdı. Həmin bu purjunları dolanır, gəlir bu lampanı gec yandırır, gec işıqlandırır. Amma buradan gəlib çıxanda cərəyan, ancaq bax, bu xəttin üzərindən də belə bu müqavimətin üzərinə keçərək gəlir bu lampanı yandıracaqdır. Bir də cərəyan gəlsin, bax, burada şu 2 eldir. Yəni, burada, bax,
Bunu yaşından götürürəm. Bu eldir sarğac, bu isə 2 dəfə sarğac daha çoxdur. Burada cərəyan daha çox dolanacaq, daha çox burada midilənəcək, daha çox vaxt itirəcək. Sonra gəlib bu lampanı yandırmış olacaqdır. Bir də bu yandan da 2 yer müqavimətdir. Yəni müqavimət yox, sarğac yəni daha çox sarğac olan hissələrdə lampalar gec yanar və yaxud da gec sönmüş olacaq. Yəni harda çox sarğac varsa, burada lampalar daha tez daha gec yanmış olacaqdır və yaxud da daha gec sönmüş olacaqdır. Ona görə buradakı cavabımız 2L olan sarğacı götürmüş olacaq ki, yəni bu da 3-cü lampadır ki, 12-ci sualımız gedəcəkdir C variantına. Aha, 13-cü sualımızda kontur növbə ilə bir cins maqnit sahələrində yerləşdirilmişdir. B induksiya vektorlarımız sabitdir. Həmin konturla hüdudlanmış səthdən keçən maqnit sellər arasında hansı münasibət doğrulmuş olacaqdır? Maqnit selimizin düsturu fi bərabərdir BS kosinus alfadan ibarətdir. Bizim buradakı kosinus alfamız, bax B ilə S arası, B ilə konturun normalı arasında qalan bucağımız olacaqdır. Amma sahəyə görə biz ona baxmayacaq. Yəni B ilə konturun normalı arasında qalan bucaqdır. İndi baxırıq biz nəyə? Bax, bura sənin B induksiya vektorlarındır. Birinci şəkildə B induksiya vektorun belədir. Digər yana bura fikir ver, balaca bir n qoyublar. Bu konturumuzun normalıdır. Əgər kosinus alfa konturun normalı ilə B induksiya vektorları, onların aralarındakı qalan bucaq fərqi sıfırdırsa, o zaman kosinusumuz 0 dərəcədə maksimum qiymətini alır. Yəni, bir qiymətini aldığı üçün fiimiz orada nədən ibarətdir? Sadəcə bir BS-dən ibarət olacaq. Çünki BS-i 1-ə vurduqda bu belədir. Deməli, indi mən buradan yazıram ki, birinci bizim maqnit selimiz BS-dən ibarətdir. İndi isə baxaq biz buradan ikinci şəklimizə. İkinci şəkildə görürük ki, bizim artıq burada konturun normalı belədir. Amma B induksiya vektorumuz bax, biraz belə əyri şəkildədir. Aha, indi gəl bura fikir verək. Konturun normalı ilə B arasındakı qalan bucaq iti bucaqdır. Yəni, müəyyən bir bucaq var da, 30 dərəcəmi, nə bilim, 20 dərəcəmi, yəni kiçik bir bucaqdır da. Onda elə olduğu halda biz buna yazırıq ki, demək bu ikinci şəklimizə əsasən yazırıq ki, ikinci maqnit selimiz, yəni fi kimi olacaqdır BS kosinus nəsə 30 ataq da bura BS kosinus 30 və yaxud da kosinus alfa müəyyən bir bucağa malikdir. Amma üçüncü şəklə fikir versək, konturun normalı belədir, ancaq B induksiya vektorumuz bax bu şəkildədir. Konturun normalı ilə B induksiya vektoru arasındakı qalan bucağımız 90 dərəcədir. İndi üçüncü şəkil üçünsə baxsaq, maqnit selimiz, üçüncü maqnit selimizə baxdı. BS kosinus 90 dərəcədir. Kosinus 90-da 0 olduğu üçün gətirəcəm bu BS-i 0-a vuracam. O zaman hər bir şey burada gəlib olacaqdır 0. Deməli, üçüncü maqnit selimiz 0 olacaqdır. İndi müqayisə edirik. Bax, birinci sənin maqnit selin tam bir BS-dən ibarətdir. İkinci maqnit selin isə BS kosinus nə bilim 30-dur. Kosinus maksimum qiymətini 0 dərəcədə, yəni 1 qiymətində almış olacaqdır. Amma ki, ikinci şəkildə kosinus müəyyən bucaqdır. Kosinus da azalan funksiyadır. Getdikcə onun qiyməti 1-dən kiçik olacaq. Misal üçün, kosinus 30-da kökdə 3 bölü 2-dir. Kosinus 60-da 2-də 1-dir. 0.5 getdikcə azalır da, yəni bunun qiyməti. Ona görə birinci fiimiz, maqnit selimiz böyük olacaqdır. İkincidən, üçüncü isə təmiz 0-dır. Ona görə üçüncü maqnit selin ən kiçik olacaq. 1 böyük 2, o da böyük 3 və 13-cü sual Y variantına gedəcəkdir. 14-cü sual. K çarxını qapadıqda sarğaçdan keçən maqnit seli necə dəyişmiş olacaqdır? Aha. Bizə ümumiyyətlə qapadıqda deyirsə, biz bilirik ki, onun ilk öncə əksini götürəcək. Qapadıqda deyirsə, demək ki, biz onun əksini götürərək, yəni o açıq halı olacaqdır. Bura açıq yazırıq. Aha. İndi, deməli, bu açıqdırsa, o zaman belə baxırıq biz. Cərəyan gələcəkdir burada. Bax, bizə sarğaçdır. Mən sarğaçdakı maqnit seli necə dəyişdiyini tapacağım. Sarğaçdakı maqnit seli bu müqavimətə aiddir. Yəni, ümumi demir. Ümumi əgər bura bir sarğaç qoşsaydı, onda ümumi müqavimətə baxardıq. Amma sarğaç oradakı L olan hansı müqavimətə qoşulubsa, yəni hansı R rezistora qoşulubdursa, ona uyğun biz yanaşmış olacaq. İndi baxıram. Cərəyan gəlir buradan. Bax, ora açıqdır deyə bu yandan keçə bilmir də, məlum ki, bu yandan keçməyəcəkdir, bu tərəfdən keçəcəkdir. Cərəyan gəldi buradan. Bu sarğacın yanındakı bir R müqavimətindən keçdi, getdi. Açıq halda bu sadəcə bir R-dən keçmiş olacaq. İndi isə qapalı hala baxıram. Qapalı halımızdan baxıramsa, bunların hamısını silıram bu yana.
hissini. İndi gəl bunu bağlayaq buradan belə. İndi yenə cərəyan gələcək buradan. Həm bu hissədən keçib getmiş olacaqdır, həm də bu hissədən keçib getmiş olacaqdır. Mən orada ümumi müqavimət mənə maraqlı deyil. Mənə oradakı sarğacın yanındakı müqavimət maraqlıdır. Yenə həmin sarğacın yanındakı müqavimət hansıdır? Bir erdə başqa bir orada dəyişən bir müqavimət olmadı ki, bir er olacaqdır. İndi də maqnit selimizin düsturunu yazıram. Fimiz bərabərdir Li bölünsün bir elidir də daha doğrusu. Buradan da i'nin də yerinə biz u bölünsün r yazacağız. Çünki müqavimətə bunu fokuslandırırıq. i'nin də yerinə u bölünsün r yazıb. Buradan bax fikir ver. Eyni sarğaçdır. Dəyişən bir şey olmadı. Eyni sarğaçdır. Daha sonra bax. Bunların gərginlikləri deyir sabitdir. Bax, sarğac eyni, gərginlik sabit, müqavimət eyni. O zaman maqnit selini heç kim dəyişə bilməz. Yəni, maqnit selimiz də bizim dəyişməyəcəkdir. Yenə qeyd edirəm. Əgər maqnit selin bax bu başda A nöqtəsinə və yaxud da B nöqtəsinə durarsa, yəni sarğac burada durarsa, hə, o zaman biz ümumi müqavimətə görə baxa bilərik. Çünki bax bu şnur bunların hər iki hissəsinə bölünəcək qapalı halda. Yəni, onda ümumi müqavimətə görə dəyişəcək. Amma belə olduğu halda sarğac elə yanındakı sadəcə bir müqavimətdən gəlib keçmiş olacaqdır. 15-ci sual. Kontur kəsən maqnit selinin zamandan asılı qrafiki verilir. Yəni, F-nin T-dən asılı qrafikləri verilir. Konturda yaranan induksiya YHG-sinin qrafikinin 1-2-3 hissələrinə uyğun qiymətləri arasında hansı münasibət doğru olmuş olacaqdır? Deyirdi ki, elektrik hərəkət qüvvə maqnit seli bölünsün zamandan ibarətdir. Buradan da F-in maqnit selimizi tapdıqda Pi də bərabər olacaqdır. Elektrik hərəkət qüvvə vurulsun zamandır. Və görürük ki, maqnit seli ilə zamanla asılı qrafiklərimiz nə cürdür? Burada belə, belə və belə qrafiklər verir. Bax, həmin biz o qırmızı xətlərdə elektrik hərəkət qüvvələrini müqayisə edərək tapmalıyıq ki, bu necə dəyişmiş olacaqdır. Və bu yandan da görürük ki, bax, bizə nə dedi? Modulda dedi. Modulda deyəndə biz bunun mənfisi nəzərə alınacaq. Yəni, əslində düstur özü mənfidən ibarətdir. Yəni, mənfi nəzərə alınaraq biz onu müsbət şəklində qəbul etmiş olacaq. İndi belə gördüyümüz kimi buradan o zaman elektrik hərəkət qüvvəsi maqnit selə düz asılıdır. Yəni, maqnit selin nə qədər tez zaman oxundan uzaqdadırsa, elektrik hərəkət qüvvəndə o qədər böyük olmuş olacaq. Çünki fikir ver, fi bərabər nədir? T ilə düz xətti şəkildə asılıdır. Nə qədər uzaqlaşsa, demək ki, sənin fi, yəni elektrik hərəkət qüvvən, fi maqnit selində böyük olacaq, eynən elektrik hərəkət qüvvəndə. İndi biz bunu belə eləyəcək. Bax, bu cür 1 ilə 2, 3 görürük elə. Bu birinci qrafik burada dursun. İkinci grafiki də tam paralel şəkildə gətir, koordinat başlanğıcına köçür. Bu ikincini tam paralel şəkildə bura köçürdürsən, bu olur sənin ikinci elektrik hərəkət qüvvən. Yəni, onları müqayisə etmək üçün həmişə belə götür, sürüşdür, koordinat başlanğıcına qoy. İndi müqayisə ilə t zaman oxunan ən uzaqda hansıdır? Gördüyümüz kimi burada 1-dir. Deməli, o zaman birinci elektrik hərəkət qüvvə ikinci elektrik hərəkət qüvvəsindən böyük olacaqdır. İndi buradan sən üçüncüyə fikir ver. Üçüncünü koordinat başlanğıcına götürüb köçürdəndə bu tam sıfırın üzərinə gəlib düşmüş oldu. Yəni, onda sənin üçüncü elektrik hərəkət qüvvən gəlib sıfır olmuş olacaqdır. Yəni, 1 böyükdür 2-dən və 3-cü elektrik hərəkət qüvvəndə gəlib 0 olacaqdır. Bu da 15-də variantına gedəcəkdir. 16-cı sual. Qapalı konturda hüdudlanmış səthdən keçən maqnit selini 5 dəfə artıranda kontur müqaviməti necə dəyişmiş olacaqdır? Kontur müqaviməti R-dir. R yalnız nədən asılıdır? Rho L bölünsün S-dən asılı idi. Bir də müqavimət R0, 1 üstə gəlsin alfa T-dən asılı idi. Başqa heç bir fiziki əməldə müqavimət asılı olmayacaq. Yəni, dəyişməz. Yəni, fərqi yoxdur. Maqnit selini artır, azalt. Müqavimət üçün bunun fərqi olmayacaqdır. Yalnız burada aşağıda yazdığım bu fiziki əməllərdən asılı olacaqdır. Daha sonra 17-ci sualımıza baxırıq. Bu sualda görək nə deyir? 17-ci sualda cərəyan şiddətinin sabit qiymətinə sarğaçdan keçən maqnit selin onun induktindən asılı qrafiki hansı olacaqdır? Bax, dedi bizə ki, cərəyan şiddətinin sabit qiyməti, yəni sənə kömək edir ki, hansı düsturu seçməlisən. Sabit hərflər yenə qeyd edirəm, düsturda olmaq məcburiyyətəndir, mütləq olmalıdır. İndi F-imiz də bərabərdir, o zaman L-I düsturundan ibarətdir. Bax, E burada sabitdir, bəli, sabit. İndi F-yə baxıram, F də L-nə necə asılıdır, düz asılıdır. O zaman bizim düz asılı qrafikimiz burada A variantı kimi olacaqdır. 17 getdi A variantına. 18-ci sualımızda konturdan hüdudlanmış səthdən keçən maqnit selinin konturdakı cərəyan şiddətinin asılı qrafiki verilir. Bu konturun induktivliyini təyin edək. Bizim düsturumuz fi bərabərdir, maqnit seli bərabər L-i-dən ibarətdir.
İnduktivliyi soruşursa, o zaman L də bərabərdir. Maqnit seli bölünsün cərəyan şiddətdən ibarətdir. İndi mən burada maqnit selimizin əgər 2,4 qiymətini götürürəmsə, bu xətləri izləyərək o zaman gəlib buradakı cərəyan şiddətdən bunu götürmüş olacağım. Pinin yerinə 24, cərəyan şiddətinin də yerinə 6 qoyunda bu da eləcəkdir 0,4 Henry və yaxud da bu qiymətlərini götürə bilərik. Bunun fərqi yoxdur, eyni qiymət gəlib çıxacaqdır. Buradakı fini götürsəm, qiymət burada 3-ü götürmüş olacağım. Onda yenə də fimiz 1,2 cərəyan şiddəti 3-dür. Yenə 1,2-ni 3-ə böldükdə bu da eləcək 0,4. Bilirsiniz niyə görə eyni qiymət gəlir alınır? Çünki bax bu xəttimizdə L induktivliyi sabitdir. Yəni hər bir nöqtəsində induktivliyi eyni qiymət alaraq 0,4-dən Henry'dən ibarət olacaqdır. Yəni cavabımız oldu induktivliyimiz 0,4 Henry. 19-cu sualımız sabit maqnit və keçirici kontur verilmişdir. Hansı hallarda konturda induksiya cərəyanı gəlib yaranmış olacaqdır? Bax, bu halqamızdır bizim. Biraz bu şəkli bu tərəfə döndərim. Biraz bunu bu yana döndərim ki, tam şəkil əhatə olunsun. Hə, ya belədirlər, bura qədərdir. Aha. Deməli, biz bu maqnitimizi bu halqaya yaxınlaşdırırıqsa, o zaman yaxınlaşdıranda cərəyan şiddətimizin dəyişmə sürəti artacaq. Eynən fi bölünsün T maqnit selimizin dəyişmə sürəti artacaq. Amma ki, elektrik hərəkət qüvvəmiz isə bizim azalmış olacaq. Çünki axı onlar mənfisi bu düstura bərabərdir. Mənfi fi delta fi bölü delta t'dir və yaxud da mənfi delta L bölünsün delta t'dir. Yəni ona görə bu artırsa mütləq elektrik hərəkət qüvvəsi isə azalmış olacaqlar. Ona əsasən belə olur. Bir yandan da əsas ana cərəyanla induksiya cərəyanı bir-birinin əksinə doğru olmuş olacaq. Yəni bir sözlə maqniti halqaya daxil eləyəndə və yaxud da çıxaranda orada induksiya cərəyanı yaranmış olacaqdır. Amma həmin o halqa tam belə halqamız qırıq olarsa orada cərəyan yaramayacaq. Amma halqa belə qırıqdırsa buradan cərəyan yaranmayacaq. Yəni bir sözlə maqnit halqaya daxil olunanda və çıxarıldıqda buradan cərəyan yaranmış olacaqdır. İndi baxıram və birinci şərtdə deyir ki, maqniti sükunətdəki kontura yaxınlaşır. Sükunətdəki kontur, yəni bunun halqası deməkdir. Yəni halqa deyir durub yerində, amma sən gətir bu maqnitini halqaya daxil et. Yəni daxil eləyəndə və çıxartdıqda onda induksiya cərəyanı yaranmış olacaq. Deməli yaxınlaşdırdıqda deyirsə biri də yaranmış olacaqdır. 2-də isə deyir ki, uzaqlaşdır. Yenə də burada cərəyan yaranmış olacaqdır. Çünki həm yaxınlaşdıranda, həm uzaqlaşdıranda yaranmış olacaqdır. 3-cü şərtdə kontur və maqniti eyni sürətlə sağa hərəkət elətdir. Aha, indi bax, gəl bir dənə bu deyilən şərti görməyə çalışır. Sən deyir ki, sən həm maqniti buradan götür eyni sürətlə sağa hərəkət et. Bax, bunun maqnitə deyək ki, bir sürəti verirəm, halqaya da bir sürəti verirəm. Hər ikisi eyni sürət verirəm. Bu da buna qaçmaqsız, bu da bu yana qaçır. Hamısı sabit sürət. Onda nə maqnit halqaya çata biləcək, nə də halqa maqnitə. Yəni bunlar elə eyni sabit sürətlə uzaqlaşacaqlar bir-birinə. Ona görə oradan cərəyan yaramayacaq. Deməli 3 yanlışdır. 4-də kontur və maqnit eyni sürətlə sola hərəkət etdir. Bunun fərqi nədir ki, sola olsun, sağa olsun. Yenə də maqnit indi sola getdi 1 metr saniyə ilə, bu halqa da getdi 1 metr saniyə ilə. Bunun fərqi nədir ki, yenə bunlar bir-birinə çata bilməyəcəklər. Heç cürə bu halqa maqnit çatmayacaq, maqnit də halqa. Yəni burada cərəyan yaranmayacaqdır. 5-ci şərtdə isə kontur və maqniti bir-birinə yaxınlaşdırdı. Hə, bu ikisini də gətir bir-birinə yaxınlaşdır. O zaman buradan induksiya cərəyanı yaranır. Bunu buna yaxınlaşdır, bunu buna yaxınlaşdır. Hə, o zaman cərəyan yaranmış olacaq. Demək ki, şərtlərimiz 1, 2, 5-dən ibarət olacaqdır. Sual 20. Uyğunluğu müəyyən edin. Şəkildə göstərilən M konturunda biz indi bilməliyik ki, burada induksiya cərəyanı istiqaməti nə cür şəklə yönələcək. Əsas cərəyan əgərlərin deyək ki, artırsa, belə göstərək, o zaman induksiya cərəyanı onunla əksi istiqamətə yönəlməyə çalışır ki, onu artırmağa qoymur. Həmişə əks olur. Əks istiqamətdə olur. Ancaq ki, əsas cərəyan deyək ki, azalırsa, o zaman induksiya cərəyanı da onunla eyni istiqamətə yönəlir ki, onu artırmağa çalışsın. Yəni artırsa azaldır, azaldırsa artırmağa çalışır. İndi buna əsasən biz yola çıxa bilərik. Baxın, götürək birinci biz buradan deyək ki, bax bu cərəyanı belə buradan naqil buradan daha doğrusu belə naqil etdi. Bunu buradan bağladıq. İndi cərəyan bilir ki, həmişə müsbətdən mənfiyə doğru axmış olacaqdır. Biz buradan cərəyan gəldi. Bax bu cür şəkildə əsas ana cərəyan gəldi. Buradan bu istiqamətdən belə gəlir və bu reostatın üzərindən belə keçdi.
çıxdı, getdi bu cür şəkildə. Yəni dövrə qapandığı üçün cərəyan məlum ki, artır da burada və istiqamət də bu cür şəkildə. Deməli, onun daxilində, M konturun daxilində induksiya cərəyanı yaranır ki, o zaman buradakı bu əsas cərəyanı artırmağa qoymur, azaltmağa çalışır. Onun əks yönəlir. Onda demək ki, buradakı induksiya cərəyanımız əsas ilə bax bu induksiya cərəyanı onun əks istiqamətə yönəldi. İndi bunun bir dənə buradan istiqamətinə fikir verin. Bu istiqamət hara doğru çıxdı, getdi? Saat əqrəbin əksi istiqamətə getmiş oldu. Biz demək burada dövrəmizi qapadıqda, o zaman buradakı bizim induksiya cərəyanımız nə olacaqdır? Saat əqrəbinin hərəkətin əksi istiqamətə yönəlmiş olacaqdır. Onda deməli buradakı bizim birinci cavabımıza A variantı uyğun gələcəkdir. İndi isə bunu belə edir. Dövrəmiz hələ ki qapalı tuturuq da. Buradakı dövrəmiz də ki qapalıdır. Bunları da silirik. İndi götürüb biz buradan reostatımızı sola ya da sağa sürüşdürək. O yana oradan fikirləşək görək hansına uyğun gələcək. Reostatı yox, sağa sürüşdürəcəm. Bax, reostatımızı sağa sürüşdürməmişdən öncə bu cərəyanımızın yolu bu cür şəklə gəlir də. Bax, belə gəldi. Bu cür şəkildə çıxdı, getdi. İndi reostatı əgər sağa sürüşdürürəmsə, gətirəcəm bu oxumuzu belə qoydum. Bax bu cür, yəni bunun ucluğunu belə qoydum. Onda cərəyan gələcək buradan belə bu cür şəkildə keçib getmiş olacaqdır. Bax belə. Artıq bura fikir versəz bu uzunluğu buradan azalmış olacaq. Əvvəlcə qırmızı idi, indi daha da balaca oldu, göy oldu. Yəni buradakı reostatın uzunluğu azaldı. Ona görə də R bərabərdir rho L bölünsün S düsturumuza əsasən buradakı reostatın uzunluğu azaldığı üçün demək ki, müqavimətimiz azalmış olacaqdır. Müqavimət də azaldığına görə cərəyan şiddəti bərabər U bölünsün R olduğu üçün deməli müqavimət azalırsa cərəyan şiddəti artmış olacaq. Yenə də cərəyan şiddətimiz yəni belə çıxır ki, artdı burada. Yəni reostatımızı biz sağa sürüşdürəndə ona görə biz bunu sağa sürüşdürdük. Deməli bunun daxilində, yəni bax buradakı M konturumuzdakı induksiya cərəyanını əsas cərəyanın əksinə doğru yönəltməyə çalışırıq ki, onu azaltmağa çalışsın. Bu əsas cərəyan, bu da induksiya cərəyanıdır. Yenə saat əqrəbin hərəkətinin əks istiqamətə yönəlmiş oldu. Demək ki, biz reostatımızı sağa sürüşdürməli. Burada uyğun gəldi. Bizim cavabımız C. Deməli, birinci cavablarımıza A-dan C uyğun gəlmiş oldu. İndi digər variantlarımıza baxaq buradan. Bunu buradan silək. Aha. Demək, bu tərəfə baxırıq. İndi isə deyir ki, dövrəmizi götürək qapıya və açıqdadır. Dövrəmizi açıramsa, da buradan belə çıxır ki, və bu hissələr də açıqdır. Onda cərəyan məlum ki, dövr açılında cərəyan azalacaqdır da. Yəni cərəyan o zaman azalır. Cərəyanın istiqaməti belədir. Yəni belə gəlməni gəl. Amma burada dövr açıqdır, axı cərəyan azalıb da burada. Onda belə çıxdı ki, əsas cərəyan burada azaldı. Belə çıxır ki, həmin bu M konturundakı induksiya cərəyanı əsas cərəyanla eyni istiqamətə yönəlməyə çalışacaq ki, onu artırmağa çalışsın. Yəni induksiya cərəyanı əsas cərəyanla eyni istiqamətdə gedəcək ki, onu artırmağa çalışsın. Bu istiqamətdə görürük ki, hara doğrudur? Saat əqrəbi istiqamətində olacaqdır. Saat əqrəbin hərəkət istiqamətində olacaqdır. Ona görə dövrəmizi biz gərək açaq ki, burada induksiya cərəyanımızın istiqaməti saat əqrəbi istiqamətində olmuş olsun. İndi bayaq biz reostatı sağa sürüşdürdük. İndi də reostatımızı gətirək sola sürüşdürək, bu yana sürüşdürək. Belə sürüşdürəndə cərəyan buradan gəlir. Öncə keçir, gedir, gəlir bunu sola sürüşdürməmişdəki öncəki halına baxaq. Cərəyan gəldi, buradan bu qara oxun üzərindən bu cür əvvəlcə keçdi, getdi. İndi deyir, bunu sola sürüşdür. Mən bunu sola sürüşdürəndə buradan cərəyanımız gəlir, buradan keçir, birə. Bax, artıq göy oxun üzərindən keçdi, getdi. O zaman nə baş verdi burada? Bunun uzunluğu artmış oldu. Yəni, reostatın uzunluğu artdığına görə demək ki, bunun müqaviməti artacaqdır. Müqavimət artanda cərəyan şiddətlə müqavimət tərs asılıdır. O zaman deməli cərəyan şiddətimiz yenə azalmış olacaq. Yenə cərəyan şiddətimiz bizim azalır, amma istiqaməti belədir. Cərəyan şiddəti azalırsa M konturdakı, yəni buradakı induksiya cərəyanımız da onunla eyni istiqamətə gedir ki, cərəyan şiddətimizi artırmağa çalışsın. Yəni bu da nə cür istiqamətə getdi? Saat əqrəbi istiqamətinə getmiş oldu. Demək, o zaman burada reostatımızı sola sürüşdürməliyik ki, biz buradakı induksiya cərəyanımız yönəlmiş olsun saat əqrəbin hərəkət istiqamətinə. Burada mən B yazmalıydım, A yazmışım. Hə, bura B getdi, bir də D variantı bura getmiş oldu. Amma D induksiya cərəyanı yaranmaz. O zaman gərək ki, bizim dövrəmiz burada sabit şəkildə qalmış olsun. Burada induksiya cərəyanı yaranmasın. Yəni, biz cərəyanı ya artırmalıyıq, ya azaltmalıyıq ki, burada induksiya cərəyanı yaransın. İndi biz heç nə etməyək. O zaman burada da dövrəmizi yəni sabit saxlasaq, o zaman buradan cərəyan yaranmayacaqdır. Buna görüb da hansı cavabdır? Bu da dövrədən sabit cərəyan axdıqdadır. Bəli.
Buna da bizim cavabımız D, Y variantında indeks seçeneğini sabit saxlanılmalıdır. Deməli, cavablarımız nə oldu? Buradan 1'ə AC getdi, 2'yə BD getdi və 3'ə də Y getdi. Səhv etmirəmsə bunun cavabı cavablarda yanlış verilibdir. Belə, bugünkü izahımız bu qədər. Sağ olun, Allah amanında.